Dostlar salam, yeni bir mənzil çəkilişinə gəlmişik. Xırdalan şəhərində mənzilimizin girişi dəhlizdən çəkilişə başlayırıq. Bütün qapılar demək olar ki, dəhlizə açılır. Sanitar qovşaqlar ayrı-ayrılıqdadır. Mənzil yeni təmir olunub. Təmirdən sonra yaşayış olmayıb. Mənzil hamamıdır. 16 mərtəbəli binadır, mənzil yerləşir. Binanın 4-cü mərtəbəsində. Qazlı kupçalı binadır. Prospekt yolunun tam kənarıdır. Bir daha nəzər yetirək dəhlizə. Burada kifayət qədər yer var. Dəhliz məbəyi rahatla yıldıra bilərsiniz. Bu hissədə mənzilimizin yataq otağıdır. Gördüyünüz kimi radiatorlar mənzildə mövcuddur. İstinə sistemi kombidir. Zövqlə təmir olunub. Yeni təmirdən çıxıb. Təmirdən sonra yaşayış olmayıb. Bu hissədə uşaq yataq otağıdır. Uşağa aid mebelləri yerləşdirmək mümkündür. Bu otaqda da radiator mövcuddur. Bu hissədə havalanma qoyulub. Normal ölçüsü var. Və mənzilimizin olduqca geniş qonaq otağı. Doğrudan da çox genişdir. Mənzilin proyektinə görə 16 mərtəbəli binalı mənzil 4-cü mərtəbədə yerləşir. Prospekt yolunun üstündə. Xırdalan şəhərində mərkəzi prospektin üstündədir. Məktəb, bazar, bağça hər biri yaxın məsafədə yerləşir. Mənzilimizin mətbəxidir. Kermogranitli istipoldan təchiz olunub. İşıqlı mətbəxi var. Və mətbəx möblədə qurulu şəkildədir. Bu hissədə mənzilimizin kombisi yerləşdirilib. Səliqəli gözəl bir mənzildir. Qazlı, kupçalı dostlar. Kupçası əldədir. Dövlət tərəfindən ipotekası ayrılmış şəxslər müraciət edə bilərlər. Ətraflı bizimlə əlaqə saxlayın. Bugünlük bu qədər, sağ olun.